Salam, hər vaxtınız xeyir, hörmətli dinləyicilərimiz. Azərbaycan Nədən Danışdı proqramının növbəti buraxılışını təqdim edirik. Studiyada mən Yunis Orucovdur. Əziz dinləyicilərimiz, Ermənistandan müsbət siqnallar gəlməkdə davam edir. Elə bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanla neft məhsullarının alışı üzrə müəyyən əməkdaşlığın qurula biləcəyinə dair bəyanat verib. Biz bu bəyanat barədə danışacağıq. Bundan əlavə Amerika prezidenti Donald Trump'ın Ukraynadakı vəziyyətlə bağlı açıqlamaları da diqqət mərkəzimizdə olacaq. Söhbətimizə başlamazdan öncə qeyd edim ki, politoloq Züriyə Ruslan qızı bizə telefonla qoşulub. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, xoş eşitdik. Züriyə xanım, Alen Simonyanın bəyanatı ilə yəqin siz də tanışsınız. O deyir ki, Ermənistan Azərbaycanla iqtisadi ticarət sahəsində əməkdaşlığa hazırdır. Bura neft məhsullarının alışı da daxil ola bilər. Siz necə düşünürsünüz? Deyəsən, Azərbaycanın qarşıdakı dövrdə enerji məhsulları üzrə növbəti müştərisi Ermənistan ola bilər. Bəli, maraqlı mövzuda əslində əlbəttə ki, Azərbaycanın gələcək siyasi prioritetləri içərisində region ölkələri içərisində Ermənistanla da müvafiq əməkdaşlığın qurulması məsələsi yer alır və həm də onu diqqətə çatdırım ki, artıq bu yöndə yəni tranzit daşımaları məhdudiyyətinin aradan qaldırılması istiqamətində bilirik ki, ciddi addımlar atılıb. Buğda yükünün daşınması ilə bağlı Qazaxıstandan Azərbaycan üzərindən Ermənistana çatdırılması ilə bağlı ilkin mərhələ biz bu addımların atıldığını gördük və təbiidir ki, pozitiv məcrada qiymətləndirəcəyimiz hadisələrdir bu məhdudiyyətin aradan qaldırılmasıdır. Çünki biz əgər sülh quruculuğu prosesindən danışırıqsa, diplomatik münasibətlərin yaxın perspektivdə bərpa olunmasından danışırıqsa, əlbəttə ki, yalnız sülh müqaviləsinin imzalanmasından sonra bu baş verə bilər və bu yöndə də Bakının çox tutarlı, tam obyektiv, tam hüquq prinsiplərinə əsaslanan tələbləri və şərtləri var Ermənistanın qarşısında və o şərtlər yalnız yerinə yetirildiyi təqdirdə bu diplomatik əlaqələrin biz bərpasından söhbət aça bilərik və bu məhdudiyyətin indi aradan qaldırılması da sadəcə bir diplomatik jestdir, qarşı tərəfə ötürülən bir sülh mesajıdır. Ermənistan daxili auditoriyasına da eyni zamanda bu ritorikanın həyata keçirilməsinin, Azərbaycanın sülh əlinin sıxılmasının, sülh müqaviləsinin imzalanmasının həm Ermənistana bir dövlət kimi, həm də erməni cəmiyyətinə, xalqa gətirəcəyi üstünlüklər, sosial rifah baxımından, iqtisadi inkişaf baxımından gətirəcəyi üstünlükləri bir növ mesajını vermək xarakteri daşıyırdı, mən düşünürəm. Çünki biz rəsmi Bakının atdığı bütün addımlarda bu humanist mövqeyin, sülhə dayanan, hər addımda sülhə bürünmüş, belə desək, ritorikanın yürüdüldüyünün biz onsuz da şahidi ola bilirik. Bu da onun növbəti bir mərhələsidir. Ancaq istənilən halda Alen Simonyanın qeyd etdiyi səpkidə daha genişləndirilmiş əlaqələr, xüsusən də enerji üzərindən neft ixracı ilə bağlı belə bir fundamental əlaqələr baxımından fikirləri səsləndirməsi bəlkə də zamanı önə almış bir fikirlərdir. Yəni indi səsləndirilməsi nə dərəcədə doğrudur, o da sual altındadır. Ən başlıcası ona görə sual altındadır ki, Ermənistan tərəfi bu sülhə hazırdırmı? Çünki biz digər məsələlərə baxdıqda, regionda baş verən yenilikləri izlədikdə görə bilirik ki, elə bu sülh yolunda bütün addımları atan tərəf təəssüflər olsun ki, yalnız Azərbaycandır. Ermənistanın üzərinə götürdüyü əvvəla müəyyən öhdəliklər var sülh müqaviləsinin imzalanması üçün, konstitusiya dəyişikliyi də başda olmaqla. Hələ ki bu yöndə düzdür, müəyyən qədər bəyanatlar verilir və yaxud da onunla əlaqələndirilir ki, ola bilsin ki, parlament seçkilərindən sonraya onlar bunu saxlasınlar, amma istənilən halda fundamental bir addımlar hələ ki atılmır Ermənistan tərəfindən və yaxud da buna paralel olaraq bir tərəfdən əgər konstitusiyanı dəyişəcək deyirlərsə, digər tərəfdən də fərqli rəsmilərin dilindən elə Paşinyanın özü də bəzən səsləndirir ki, bizim konstitusiyamızda heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Hansı ki, nəinki yalnız Azərbaycana, bir çox region dövlətlərinə qarşı Türkiyədə daxil olmaqla, Gürcüstan da daxil olmaqla ərazi iddiaları mövcuddur. Yəni tamamilə absurd məqamların olduğunu biz görə bilirik bu baxımdan. Digər tərəfdən də ən son Avropa İttifaqı ilə aralarında bir strateji sənəd imzalanmış oldu. Təbiidir ki, onların öz müstəqil siyasətləridir. Onlar azaddırlar belə bir sənədlərin imzalanmasında. Ancaq o yerdə azad deyirlər ki, onlar hüquq prinsiplərini çeynəsinlər, reallığa uyğun olmayan məqamları həmin strateji sənədin içərisinə daxil etsinlər. Necə ki, bu sənədə də onlar daxil etmiş oldular. Həm də Avropa İttifaqı kimi bir qurum öz missiyasına, öz nizamnaməsinin prinsiplərinə yenə də ziddiyyətli bir addım atmış oldu. Belə bir sənədə imza atmaqla. Söhbət orada
separatçıların hərbi əsir kimi qeyd olunmasından gedir. Söhbət öz xoşlarıyla şokolad təklif olunaraq Azərbaycan ərazisini tərk edən ermənilərə deportasiya olunmuş. Necə ki, vaxtilə 88-ci ildə ayağı yağlı şəkildə oradan deportasiya olunmuş soydaşlarımızla eyni formada ermənilərin Azərbaycandan getməsini bənzədərək deportasiya ifadəsini istifadə edərək onlar bu mətni hazırlayıblar. Yəni, bir çox məqamları biz saya bilərik ki, sözlə praktiki addımlar bir-biri ilə uzlaşmır. O baxımdan mən ifadə edirəm ki, Alen Simonyanın bu fikirləri zamanı qabaqlamış fikirlərdir və digər tərəfdən də mən düşünürəm ki, elə həmişəki erməni xislətinin nəticəsidir bəlkə də bu fikirləri səsləndirmək. Çünki görürük ki, buradan praktiki tamamilə fərqli addımlar atırlar, oradan beynəlxalq ictimaiyyətə oynayan fikirlər səsləndirirlər. Sanki sülh göyərçinidirlər, sanki dünyada bəlkə də ermənilər qədər, Ermənistan dövləti qədər sülhdən yana olan, sülhün qurulması üçün bütün addımları, imkanları ortaya qoyacaq bir dövlət yoxdur. Niyə biz bunu görə bilmirik? Niyə bizim ən azından uzadılan əlimizi sıxan yoxdur? Bəlkə də belə bir presedent yoxdur. Dünyadakı biz bu qədər acılar yaşamışıq qarşı tərəfdən. Xalq olaraq da, dövlət olaraq da, torpaqlarımızın itkisi baxımından, suverenlik baxımından da biz nələr yaşamışıq. Amma yenə də sülh əlimizi uzatmağı bacaracaq qədər bir humanist xalq və dövlətik. Belə bir liderimiz həm də bizim var. Təəssüf ki, qarşı tərəfdən buna adekvat reaksiyaları biz görə bilmirik, amma istənilən halda əgər öhdəliklər yerinə yetirilərsə, necə ki, artıq tranzit məhdudiyyəti də aradan qaldırılıb, eyni şəkildə iqtisadi əlaqələrin bərpa olunmasında, həmçinin enerji sahəsində də əməkdaşlıqda təbiidir ki, Azərbaycan tərəfi hazırdır bu əməkdaşlığa. Züleyxa xanım, yəqin siz də razılaşarsınız ki, Ermənistanın enerji təminatı baxımından ciddi problemləri var. Ölkənin neft məhsullarının təchizatı əsasən ya Rusiya ya İran üzərindən təmin olunur ki, bu da həm bahalı, həm də siyasi risklərlə yüklü mexanizmdir. Bax, bu mənada mən soruşmaq istəyərdim ki, əgər Ermənistan belə bir addım atarsa və Azərbaycanın enerji məhsullarını almaq istəyərsə, o zaman onun ən böyük enerji təchizatçısı olan Rusiyanın buna münasibəti necə olacaq? Bəli, əlbəttə ki, siyasi vəziyyət bu yöndə olduqca xaotikdir, qarışıqdır. Təbii ki, bu qarışıqlığı yaradan da Ermənistanın monolit olmayan siyasətidir. Bir neçə masada əyləşmə siyasətini biz uzun illərdir Ermənistanda ənənəvi bir siyasət kimi görə bilirik. Bu gün də dəyişmir. Baxmayaraq ki, Paşinyan fərqli bir kursdan hakimiyyətə gələn bir lider oldu, ancaq elə bir ənənə ona da miras qoyulmuşdu ki, o da bu ənənədən kənarlaşa bilmədi. Baxın, bugün Ermənistan daxilində Rusiyanın hərbi bazaları var, Ermənistan sərhədlərini qoruyur digər dövlətlərdən. Eyni zamanda əsas elə Rusiya orbitində olduğunun göstəricisi olan KTMT kimi fundamental bir təşkilatın, Avrasiya İqtisadi Əməkdaşlığı Təşkilatının üzvüdür. Digər tərəfdən Avropa İttifaqı ilə belə bir səfkidə sənəd imzalayır. Yəni bunun özü-özlüyündə bir iki masada əyləşmə siyasətinin nəticəsidir. Digər tərəfdən sanki elə bir görüntü yaradır ki, Ermənistan Rusiya orbitindən kənarlaşmaq istəyir. Bir çox sahələrdə, infrastruktur sahələrində daxil olmaqla Rusiyanın asıllığını öz üzərindən atmaq istəyir. Eyni zamanda enerji asıllığı da burada mütləq şəkildə qeyd olunmalıdır. Çox haqlı olaraq siz də qeyd edirsiniz ki, ən çox ithal elə Rusiyadan həyata keçirilməkdədir Ermənistana və elə bir asıllıq da mövcuddur ki, hətta sadəcə satış şərtləri ilə deyil, bəzən peşkeş şəkildə verilmə nüansları da mövcud olduğuna görə o siyasi dividendləri də eyni zamanda Moskvadan almaq məcburiyyətindədirlər, icra etmək məcburiyyətindədirlər. İndiki mənzərə əlbəttə ki, İrəvan administrasiyasının artıq bu orbitdən kənarlaşmağa, müstəqil bir dövlət olmağa vadar eləyir. Ancaq yenə də bu yöndə onlar praqmatik addımlar atmağı bacarmırlar. Yəni bir yöndə siyasəti qura bilməmək nəticədə həm Azərbaycana yönəlib, bax bu təşəbbüsləri dillərinə gətirməsi ilə nəticələnir, həm Avropa İttifaqı ilə tamamilə sülh gündəliyinin üzərindən bəlkə də xətt çəkəcək bir sənədin imzalanmasına gətirib çıxarır. İranla bir tərəfdən, yəni bir çox dövlətlərlə tamamilə qarışıq bir mühit formalaşır. Buna görə də əlbəttə ki, Rusiyanın mövqeyi sizin sualınızda gəlsək xoş olmayacaq. Ümumiyyətlə Moskva Ermənistanla Azərbaycan arasında hazırki normallaşma sürecində, danışıqlar prosesində heç bir şəkildə qəbul edə bilmir. Özünün Cənubi Qafqazda dayaqlarını yeganə təmsil edə biləcəyi qüvvənin məhz Ermənistan olmasından dolayı həm bu maraqları var. Digər tərəfdən
tərəfdən bilirik ki, Rusiyanın özü üzərində bir qara buludlar mövcuddur. Sanksiyaları günü-gündən daha da artırılmaqdadır. Xüsusən də ABŞ və Avropa arasında olan gərginlikdən dolayı artıq Avropa icraatından enerji üzərindən bir də baskılar, təzyiqlər daha da artacağı gözlənilir. Belə olduğu təqdirdə Ermənistan bazarını Rusiya itirməyi istəməz. Ona görə də sizin sualınız tamamilə yerindədir ki, belə bir bəyanatların səsləndirilməsi ilə bir tərəfdən də Rusiya ilə əlaqələri daha gərgin fona keçirdəcək demək olar ki, Ermənistan. Yəni proses olduqca qarışıqdır. Azərbaycanla bağlı durum ortadadır. Yəni dediyim kimi diplomatik əlaqələrin bərpa olunmasına ehtiyac var, amma bunun üçün də öhdəliklər yerinə yetirilmir. Çünki bir çox qüvvələrin beləcə təzyiqi var Rusiyada daxil olmaqla. O qədər çəlişkili, türklər demiş, ziddiyyətli məqamlar var ki, prosesin içərisindən belə təhlil çıxarmaq bəzən bizim üçün çətin olur. Ancaq yeganə deyə biləcəyimiz məqam ondan ibarətdir ki, həqiqətən də Ermənistanı bax elə bu ziddiyyətlərin ağuşundan ala biləcək və onu müstəqil bir siyasi fiqura, dövlətə çevirə biləcək yeganə amil elə öz öhdəliklərini yerinə yetirmək, iqtisadi asıllığın buxovlarını Rusiyaya yönəlik öz çiynindən atmaq və region dövlətləri ilə, Azərbaycanla, Türkiyə ilə normal müstəvidə münasibətlərə keçid eləyərək ki, başlanğıcı onların ərazi iddiası yoxdur dedikləri konstitusiyadan başlayır. Bu dəyişiklikləri edərək mən düşünürəm ki, elə Rusiyanın təzyiqlərinə qarşı da preventiv tədbirləri onlar görməyə bacararlar. Və sonda istəyərdim Amerika prezidentinin bəyanatına da biz sizin münasibətinizi öyrənək. Donald Trump deyir ki, Ukraynada yeni prezident seçkiləri keçirməyin vaxtı çatıb. Sizcə bu bəyanatı nə cür şərh eləməyə olar? Biz o qənaətə gələ bilərikmi ki, Ukrayna-Rusiya münaqişəsinin qarşısındakı ən böyük sədd Zelenskidir və Amerika bu səddi dağıtmaq qərarına gəlib? Bəli, elə mənim tam olaraq üzərində dayana biləcəyim ehtimal da daha çox bundan ibarətdir. Bilirik ki, Trump ikinci dəfə hakimiyyətə gəldikdən sonra seçki öncəsi vədlərini həm yerinə yetirmək üçün, özünün siyasi imicini tətmin etmək üçün və digər tərəfdən də Amerika Birləşmiş Ştatlarının da iqtisadi maraqlarını nəzərə alsaq, Trump kommersiya maraqları üzərində öz siyasətini hər zaman formalaşdırır. Özünün iqtisadi maraqlarını da təmin edə bilmək üçün bu müharibənin bitməsindən yanadır. Bilirik ki, Ukrayna ilə bir neçə ay öncə mineral resurslardan istifadə ilə bağlı saziş var ki, o sazişin daha rentabelli olması üçün təhlükəsiz bir mühitin formalaşmasına ehtiyac var. Digər tərəfdən ötən gün Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik strategiyası elan olundu. Elə o strategiyanın məzmununa da baxdıqda görə bilirik ki, ABŞ-nin yeganə rəqibi məhz Çindir. Belə olduğu təqdirdə Rusiya-Ukrayna müharibəsi ümumiyyətlə Amerikanı maraqlandırmır və kimin lehinə, kimin ərazi itirməsi və s. itkilərlə üzləşməsi qəti şəkildə Vaşinqtonu maraqlandırmır. Ancaq hal-hazırda reallıq Ukraynanın ərazilərinin itirilməsindən yana olduğuna görə, bu perspektiv daha güclü olduğuna görə elə bu yöndə də baskıları həyata keçirməklə, Zelenskini də hakimiyyətdən uzaqlaşdırmaqla bu müharibənin bitirilməsinə təminat vermək istəyir və hərbi, maliyyə və strateji dayaqlarını artıq müvafiq coğrafiyadan uzaq şərq coğrafiyasına doğru yönləndirmək istəyir ki, əlbəttə ki, bu maraqlar içərisində yalnız Çin dayanmır. Bilirik ki, Venezuelada da ciddi maraqları var hakimiyyət dəyişikliyi ilə bağlı. Belə olduğu təqdirdə müharibənin bitməsi ehtiyacı hal-hazırda yaranıb. Yəni Zelenskinin seçkilərə getməlisən iddiasını Trumpın irəli sürməsi məhz bu təzyiq aləti kimi irəli sürülə bilər. Biz bilirik ki, Zelenski bu müharibəni simvolizə edən bir siyasi figurdur. Yəni başdan axıra qədər ki, hələ axır nə dərəcədə mümkündür, olacaq, o da sual altındadır. Ancaq bugünə qədər Zelenski bir qətiyyət nümayiş etdirməyə bacardı. Bütün ziddiyyətlərə rəğmən, ifadə olunan vədlərin praktikada yerinə yetirilməməsinə rəğmən, yəni heç bir cinahdan bəzən belə bir pessimist mövqe də ifadə eləyirdi ki, bizə vədlər verirlər, amma yerinə yetirilmir. Yəni o vədlərin yerinə yetirilməməsinə rəğmən belə Zelenski öz ərazi bütövlüyü uğrunda mübarizə aparmağı bacardı. Ona görə də bugün Zelenskinin hakimiyyətdən kənarlaşdırılmasının bir mesajı əgər Rusiyaya verilirsə ki, bilirik ki, Putin də qəti şəkildə bildirir ki, Zelenski legitim lider deyil və biz onunla danışıqlara bir masada əyləşə bilmərik. Həm Rusiyaya yönələn mesajdır, belə olduğu təqdirdə Trumpın onu seçkiyə göndərmək istəməsi, Putini müəyyən qədər tətmin etməkdir, yəni razı salmaqdır ki, bax sənin istəklərinə uyğun mən artıq bu mübarizəni aparmağa başlamışam. Digər tərəfdən öz daxilində də müəyyən elə Amerikanın özünün də itlərinə doğru, belə desək, daxili auditoriyaya doğru bir mesaj
mesajın olduğunu biz görə bilirik. Çünki demokratların Ukraynaya dəstəyini bir növ Trump kölgəyə salmağa çalışır. Həm Trump Rusiyaya qarşı daha yumşaq mövqedən çıxış edir, müharibənin tez bitməsi üçün Moskva ilə anlaşmanı prioritet sayır. Yəni Zelenskinin təzyiq altında seçkilərə getməsi Ukraynanın bir növ belə ifadə edək, siyasi xəttini dəyişdirə bilər. Yəni Kiyevi daha yumşaq mövqeyə çəkə bilər. Belə olduğu təqdirdə Trumpın adını çəkdiyimiz bir çox istiqamətlərdə də maraqları təmin olmuş ola bilər. O baxımdan Zelenskinin seçkiyə göndərmə ifadəsini, bəyanatını biz sadəcə təzyiq aləti kimi ehtimal eləyə bilərik, təhlil edə bilərik. Ancaq nə dərəcədə real olacaq, Zelenski də burada bir strateji, adekvat reaksiyalar verməyə bacardı. O vurğuladı ki, mən seçkiyə getməyə hazıram. Ancaq onun əhatəsində bir də fikirlər bildirdi ki, bu seçkilərin həyata keçirilməsi üçün Ukraynada təhlükəsiz bir mühitin olmasına ehtiyac var. Təhlükəsiz infrastrukturun qurulmasına ehtiyac var. Bax, burada isə mesajı elə həm Amerika Birləşmiş Ştatlarının özünə verdi ki, yəni bu təhlükəsiz mühitin formalaşması üçün sən heç bir addım atmırsan. Digər mesajı da elə qərb dairələrinə, Avropa İttifaqı cinahına ötürmüş oldu. Çünki demokratik dəyərlərin qorunmasında onların da mütləq şəkildə töhfəsi olmalıdır ki, istəkləri də var. Onlar da bu seçkidə iddialı olduqlarını, istəkli olduqlarını vurğulayırlar. Ancaq sadəcə istəkdən burada söz gedə bilməz. Bir də altyapı mövcud olmalıdır. Altyapının mövcud olması üçün də bugün təklənən Ukraynaya mütləq şəkildə yardım edilməlidir. Çox sağ olun. Bağlandığınız üçün və maraqlı müsahibəyə görə sizə təşəkkürümüzü bildiririk və dinləyicilərimizin diqqətinə bir daha çatdırmaq istəyirəm ki, bizimlə telefon bağlantısında politoloq Züriyə Ruslan qızı idi. Əziz dinləyicilərimiz, bununla da verilişimiz başa çatır. Biz sizinlə sabah yenidən eyni vaxtda və eyni məkanda görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın. Sağ olun.